Hatırlayırsınız da, mən bir neçə gün bundan əvvəl bir paylaşım etdim. Məktəblərdə belə xlor pulu yığılır. Xlora görə. Güya xlorla məktəbi təmizləyəcəklər, döşəmələri, tavanı, nə bilim, pəncərələri, qapıları. Sonra bundan başqa nə bilim süpürkə pulu, digər də nələrsə pullar yığılır da, rəhbərlik tələb edir. Mənə yazanlar çox olur ki, ay Sara xanım, bunlar şükürlüdür. Deyir, məktəblər vardır, hər həftə orada lampanın pulu yığılır. Deyirəm, nə lampa? İndi ona lampiçka deyirik də, biz çoxları lampiçka deyir. Mən amma doğrudan da belə lampa, mənim leksikonumda bu lampadır. Dedi ki, həftədə bir dəfə lampa pulu yığılır, lampiçka pulu yığılır. Deyir, siz nə danışırsınız? Deyir, hələ deyir, yeri silməyə neft pulunu demirəm sizə. Mənə yazdılar, dedilər, Sara xanım, neft üçün pul yığırlar ki, döşəməni biz neftlə silməliyik. Yəqin ki, bu kəndlərdə, rayonlarda olar da neft. Şəhərdə mən inanmıram, parketi neftlə mi silirlər? Yəni, bu qədər mi biz geri zəkalıyıq? Bu qədər mi geri qalmışıq? Bu qədər mi biz uşaqlarımıza belə mi dəyər veririk ki, uşaq təhsil almalıdır neft qoxusuna bir yerdə, bir sinifdə. Dedilər, Sara xanım, lampa pulu hər həftə məktəbdə lampa pulu yığılır. Əzizlərim, heç evdə indi bu dəqiqə məktəblərdə elə lampa varmı ki, onu pul yığsınlar ki, biz lampa alacağıq? Mən düşünürəm, bu məktəbin rəhbərliyi, təsərrüfat müdiri nə düşünür? Nə qədər olar süpürkə pulu, xlor pulu, nə bilim, neft pulu, eyibdir. Valla lampanın biri 50 qəpikdir. Hörmətli məktəbin direktorları, sizin 50 qəpiyiniz yoxdurmu ki, lampa alasınız? Aya bir 10 dənə, 15 dənə. Nə bilim, mən utanıram sizin əvəzinizə.